Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində, 4 sotun içində geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismətləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırılan bu ev, yəni geniş otaqlı bir evdir. Həyətində yüngül var, belə üzüm ağacları var, belə vişne ağacıdır. Evin arxasında da boş torpaq sahəsi var. Onu da qoyub sizin nəzərdə çatdırım. Evin yan tərəflərinə keçmək mümkündür. Arxasına belə keçmək mümkündür. İndi sizə ətraflı məlumatlarını verəcəm. Demək, keçirən bu evin arxa tərəflərinin birinci torpağını göstəreyim. Bax, burada belə bir, yenə də arxasında belə bir yaşıllığı var. Ev sahibi burada toyuq düzə saxlayır. Hal-hazırda gördüyünüz kimi, bax, belə bir arxasına da belə keçmək mümkündür. Kurqabo evi ətrafına keçmək mümkündür. Ev, yəni hər tərəfi açıqdır, havalanmaya uyğun olan bir evdir. Gördüyünüz kimi də evin arxa tərəfində də boş torpaq sahəsidir. Cəmi ümumi 4 sotun içindədir. Keçən indi evin içinə tanış olaq. İndi burada bir qarşılıq var evin içində, yəni proyektində. İndi onu mən sizin nəzərinizə çatdıracam ki, yəni bunlar hamısı düzələn şeydir. Necə? İndi keçən evin içinə tanış olaq. Bax, hörmətli izləyicilər, bu ev gördüyünüz kimi, bax belə, buranın sadəcə ev sahibi bölüb oradan, içəridə bir otaq, bir mətbəxi kiraya verib deyə. Amma bütöv satılır. Satılan kimi dəyişiləcək, yəni proyektlər. Asacaqsız qapıları var, köhnə qapıları var, yəni bu nəzərdə çatdırım. Demək, girən kimi burada böyük bir bura xoldur əslində. Xoldur. Sadəcə ev sahibi oranı kiraya verdiyinə görə buranı bağlayıb. Bax, bura, bax, qapının yeridir. Buradan içəri ora o kiraya verilən qapıdır, bağlanıb. Cızlar da var, baxın belə. Buranı açacaqsınız, birbaşa ora mətbəx hissəsidir. Bura giriş xoludur. Sadəcə evin sahibi belə bir şərait yaradır. Buranı kiraya verdiyinə görə buranı da belə bir şərait yaradır. Mətbəxi yığıb bura. Yəni, ora açılandan sonra bura geniş bir demək, xol olur. İstə pola çevirə bilərsiniz, görürsünüz, təşkilat verib. Sanitar qovşağını da atıb bura. Buranı ləğv eləyə bilərsiniz, saxlaya da bilərsiniz. Yəni, buradan belə dəhliz salıb, belə dəhliz sala bilərsiniz. Keçən də evin içinə. Buradan birbaşa dəhlizə keçirik. Dəhlizə keçən kimi, dəhlizin eni hardasa 2 metrdən çoxdur. 2.20-2.30 var, 2.10, 2.20 var, rahat. Bax, həmin bir otağın da biri, hörmətli izləyicilər, 4-ün 4-ü bir otaq da buradadır. Qapısı var buradan, açılacaq, girəcək içəri. Yəni, buradan çöldən sadəcə bir otaq, bir dəhli, mətbəxi veriblər, hamam tuvaleti biri oradadır. Yəni, ev sahibi elə bölüb verib kirayı, hamam tuvaleti oradadır. Demək, solda burada 4-ün 4-də bir uşaq otağıdır. Otaqları çox geniş, əlverişli, ürək açandır. Ağartdan çıxıb sadəcə pollar, laklar vurulmalıdır. Özdə Biləcərin yaxşı yerdir, sakit yerdir. Burada da bir 5-in 4-də bir geniş otaqdır. Geniş otaqlı evlərdir. Görürsünüz, pəncərəsi də hamımızın otaqlarından rahat tam işıq düşür. Burada da bir otaqdır. Geniş otaqdır. Bu da geniş yataq otaqdır. Bu da 4-ün 5-i 20-dir. Yenə gedirəm. 4-ün 4-də də burada bir otaq var. Sadəcə bağlıdır. Kirayədadır. Geniş bir 16 kvadratlı da bir mətbəxi var. Böyük bir mətbəx. 16-dan da hələ çox. 18-20-yə yaxındır. Yəni, bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evdə sadəcə kosmetik işlər görülməlidir. Polları var, laklanmalıdır. Yonulub laklanmalıdır. Özü də qalın pollardandır. İndiki pollardan deyil, 5'li pollardır. Hörmətli izləyicilər, yəni çatmayan nəsə bir qaranlıq suallar olsa, zəng vurub siz bizə, yəni başdakı nömrə əlaqə saxlaya bilərsiniz. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmana köməklik göstərə bilərik. Demək, TikTok'da, Instagram'da, YouTube'da Seçal Əmlak səhifəsində, orada bütün evlərimizi izləyə bilərsiniz. Səhifədə, yəni evlər hamısı kodlaşdırılıb, kodları götürməyin yaddan çıxmasını, hörmətli izləyicilər. Evin də, yəni sənədi damaboy olacaq, yəni adres ünvan propiska iləndir. Bunu da nəzərinizə çatdırım. Həyəti yenə də belə çəkirəm, yenə qeyd edirəm. Sənəd qeydiyyatlandır, propiska iləndir, yəni damaboy, köhnə damaboy deyirlər. Belə bir sənədləşmə gedəcək, adres ünvanı var evin. Belə nəzərinizə çatdırıram. YouTube'da da videolar bölməsinə daxil olursunuz. Orada evlərimizi izləyə bilərsiniz. Bəzən YouTube çox işləyə bilmirlər. Başları çıxmır. Kanala daxil olandan sonra orada Seçal Əmlak kanalı. Orada videolar bölməsinə yuxarıda. Oradan girib bütün evləri izləyə bilərsiniz.
Hörmətli izləyicilər, evin qiyməti də 105.000 start qiymətdə. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz, son sözü də ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik.